Bismillahirrahmanirrahim. Cəmiyyətdə dinin düzgün təbliğ olunması çox mühümdür. Dini məsələlər, İslami qayda qanunlar insanlara düzgün çatdırılmalıdır. Bəzən cəmiyyət arasında müəyyən bir fikir formalaşır ki, bu dindən sayılmır. Yəni, dinə müraciət edəndə, Quran ayələrinə müraciət edəndə görürsən ki, cəmiyyətdə formalaşan fikir, din barədə, İslam barədə formalaşan fikir, təfəkkür, İslami qayda qanunlarla ziddiyyət təşkil edir. Mən bununla bağlı bir misal çəkəcəm. Məsələn, adətən cəmiyyətdə ilahi rəhmət, Allahın rəhm etməsi düzgün anlaşılmır. Bəzən cəmiyyətdə qeyd edirlər ki, Allah rəhimdir, Allah ərhəmər-rahimindir. Bunu da elə bir məqamda, elə bir mövqedə qeyd edirlər ki, yəni insan hər nə edə bilər. Bu o demək deyil ki, insan günaha meyilli olmalıdır və günah etməlidir, haram işlər görməlidir. Peyğəmbərin, Allahın itaətindən çıxmalıdır və düşünməlidir ki, Allah ərhəmər-rahimindir, Allah məni bağışlayacaq. Quran-ı Kərimdə ayələr var bununla bağlı. Ayələrdən birini mən qeyd edəcəm və onun üstündə misal çəkəcəm. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Və atiullaha və rasul la'allakum turhamun." İtaət edin Allaha və peyğəmbərə ki, rəhm olunasınız. Ayədən nə başa düşülür? Ayədən bu başa düşülür ki, ilahi rəhmət, Allahın bağışlaması itaət müqabilindədir. İtaətsizlik müqabilində yox. Bəzən cəmiyyət belə anlayır, yəni cəmiyyətə belə təqdim olunur. Din təbliğ edənlər tərəfindən cəmiyyətə belə təqdim olunur. Təbii ki, biz burada cəmiyyəti qınaya bilmərik. Bu vəzifə, bu məsuliyyət din təbliğ edənlərin üzərinə düşür. Dini elə təbliğ edirlər ki, ayələri insanlara elə çatdırırlar ki, sanki insan itaətsizlik edirsə də Allah onu bağışlayar. Bəli, biz demirik bağışlamaz. O zaman bağışlayar ki, insan tövbə etsin, düzgün yola qayıtsın ki, Allah onu bağışlasın. Amma itaətsizlik edə-edə Allahın rəhmətinə ümid bağlamaq, bu düzgün deyil. Quran-ı Kərimdə belə bir şey yoxdur. Ki, insan itaətsizlik etsin və öz itaətsizlikində israrlı olsun, Allahın sözündən çıxsın, Peyğəmbərə itaətsizlik etsin, Peyğəmbərin sözündən çıxsın və ümid bağlasın ki, Allah ona rəhm edəcək. Allah Quran-ı Kərimdə açıq-aydın buyurur ki, rəhmət, bağışlanma itaət müqabilindədir. Tövbənin özü də Allaha, Peyğəmbərə itaətdir. İnsan əgər tövbəyə meyl edirsə, tövbə edirsə, deməli Allaha itaət edir, Peyğəmbərə itaət edir, tövbə edir və burada artıq Allahın rəhməti insana şamil ola bilər. Yoxsa başqa bir formada mümkün deyil. Quran-ı Kərimdə, dini mənbələrdə itaətsizlik müqabilində rəhmət, Allahın rəhmətinə ümid bağlamaq yoxdur. Başqa bir ayədə də Allah Teala bunu açıq-aydın qeyd edir. Allaha və Peyğəmbərə nə dərəcədə itaət olunmalıdır? Allah bunu başqa bir ayədə də qeyd edir. 1. İnsanın xeyrinə olan işlərdə də insan Allaha və Peyğəmbərə itaət etməlidir. Bu da təbiidir. Əgər bir iş ki, insan öz nəfsinə, özünə uyğun bilirsə, özünün xeyrinə bilirsə, burada mütləqdir ki, insan Allaha və Peyğəmbərə itaət edəcək. İkinci və ən çətin məsələ budur ki, insanın zərərinə olan, yəni insan belə düşünür. İnsan belə düşünsün ki, bu iş mənim zərərimədir. Bu hökm, bu dini hökm, bu Peyğəmbərin göstərişi, Allahın göstərişi mənim zərərimədir. Əslində Allahın və Peyğəmbərin göstərişlərində insanın zərərinə heç bir şey yoxdur. Sadəcə insan belə düşünür. Yəni dünyasına və yaxud nəfsi istəklərinə uyğun gəlmir deyə onu öz zərərinə düşünür. Burada da Allaha itaət, Peyğəmbərə itaət mütləqdir və lazımdır. Nisa surəsinin 65-ci ayəsində Allah Teala buyurur ki, Peyğəmbərimizə, əziz Peyğəmbərimizə Allahın salamı və ona və ailəsinə olsun. Allah buyurur ki,
Fələ və rabbikə. Allah and içir burada. Ey Peyğəmbər, sənin Rəbbinə and olsun, yəni özünə and içir Allah Teala. La yu'minuna hatta yuhakkimuka fima şəcərə beynəhum. Thumma la yecidu fi anfusihim haracan mimma qadaytə və yusallimu təslima. Ayəni izah edim, başa düşülən dildə izah edim. Allah and içirdir ki, and olsun sənin Rəbbinə. İnsanların imanları o zaman kamil olacaq ki, o zaman imanlı sayılacaqlar ki, bir-birlərinin arasında bir münaqişə, bir mübahisə düşəndə gəlib sənə öz mübahisələrinin həll olunmasını bildirsinlər. Və əgər xeyirlərinə, nəfsi istəklərinə uyğun həll olmasa, sənin yanından narahat çıxıb gedərlərsə, onların imanları yoxdur. Yəni, bir insan bir məsələ ilə bağlı kimlənsə mübahisə edib və yaxud hər hansı bir məsələ ilə bağlı zehnində bir şey var ki, həll edə bilmir. Və müəyyən bir fikir də formalaşıb ki, belə həll olsa, yəni getsəm Peyğəmbərə, Allaha müraciət etsəm, mənə bu cavabı versə, mənim üçün daha yaxşıdır, mənim üçün daha xeyirlidir. Gəlir Peyğəmbərin yanına və yaxud Quran ayələrinə, yəni Allaha müraciət edir. Əgər öz nəfsi istəyinə uyğun, özünə uyğun, zehnində tutduğu cavabı ala bilməsə, hətta Peyğəmbərə etiraz etməsə də, yəni dildə etiraz etməsə də, qəlbində narahatçılıqla Peyğəmbərin yanından çıxıb getsə, Allah deyir ki, onun imanı kamil deyil, onun imanı yoxdur. O baxımdan insan Qur'an-ı Kərimə müraciət edərkən və yaxud Peyğəmbərə, imama və yaxud imamın nümayəndəsinə zamanəmizdə imamımız qeybdədir, Peyğəmbərimiz də dünyasını dəyişib, digər imamlarımız da şəhid olub. Bugün bizim müraciət etdiyimiz yer Qur'an ayələridir və Qur'an ayələrini şərh edən, dini hökmləri bizə çatdıran alimlər, müctəhidlər və fəqihlərdir. İnsanın hər hansı bir məsələsi olanda bunlara müraciət edərsə, nəfsi istəyinə, zehnində tutduğu cavabı ala bilmədikdə, əgər qəlbində narahatçılıq keçirsə, onun imanında şübhə var. Ona görə insanlar, müsəlmanlar, möminlər bu məsələdə diqqətli olmalıdırlar ki, müraciət edərkən öz istədikləri cavabı axtarmasınlar. Allahın verdiyi cavabı gözləsinlər. Peyğəmbərin verdiyi cavabı gözləsinlər. Alimin, müctəhidin verdiyi cavabı gözləsinlər. O cavabı alandan sonra da itaət etsinlər və qəlblərində də narahatçılıq keçirməsinlər.